İllər ötsə də yaşlansan da çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə, sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Hər adamın yaşına görə sən zarafat elə. Hər yerdə başına görə sən zarafat elə. Sən zarafat elə. İnanın sizin yerinizdə olmaq istəyərdim. Oturum oradan əl çalım. Çünki hər işin stresi olduğu kimi səhnənin də stresi var əziz dostlar. Deməli, sözün əri kişilərdəndir bizim bu səhnəciyimiz əziz dostlar. Öz sözünü deyə bilən, baz burutlu bir ərlər. Bax, bu səhnəci bizim səhnəcimizdir. Çox ürəkli almışlar əziz dostlar. Başlayırıq. Arvad görmür, hə? Mən bu evə bəy gəlməmişdən bu köynəyə geyinirdim atamgildə. Külqabın niyə hələ də getməyib? O vaxtlar mən dostlarımla çayxana gəzərdim. Evə gec gələrdim. Necə sorayım? Şeş qoşa. Dostum Sadiq axırıncı dəfə bu şeş qoşanı vurmuşdu əlimdə. Əlimdə ölən axırıncı şeş qoşa. O vaxt mən səsim də bazburtduydu. Subay vaxtı. Görəsən qalıb o səs. Yoxlayım. Hey! Ha! Bura bax! Bura bax! Hay! Vəli, sən kimləsən? Mən özüm nənəm. Elə mənəm, bir də özümdür, fırranlıq evdə. Sən bu vaxta qədər hardasan? Niyə evə gec gəlmisən? Həyatım, mən axı gələndə sənə səs atdım. İşdən gələndə. Qulaq asmamısan. Hani göstər görüm, nə səslərdin? Bu. Həyatım, mən işdən çıxdım. Əzizim, mən avtobusa mindim. Ürəyim, bir qadın yanımda oturmaq istədi, qoymadım. No. Cavan görünməyimə baxma, mənim 70 yaşım var, bədən şəkilləndirmə eləmişəm. Nə? Həyatım, mən biraz gec gələcəm. Nəniyə yer vermədim deyə məni döyürlər. Bunun qalanı anı? Bitti burada. Qalanın Telegramda ifşa səhifələrində baxa bilərsin. Videonun adı nədir? Avtobus şoförü ilə dalaşan həyasız gədəşqa. Sən mənə nəsə deyəcəkdin, əzizim. Heç nə deyirəm ki, bu ay rasxodları azaltmalıyıq. Qulluqçu maaşından kəsirəm. Özüm bilən məsləhətdir, amma o yazıq 200 manat alır, onsuz da. Evdə həm dayədir, həm bağbandır, həm aşpazdır, həm qulluqçudur, həm slesardır, həm gözəl ailə başçısıdır. Ailə başçısı? Subay deyil o. Bizim uşağın valideyni izlastana da o gedir də. Bu uşaq gəlir. Ağası, niyə ağlayırsan barası? Ata, ana, mən dərsimdən 2 olmuşam. Niyə? Bu niyə?
Elə mən dərsdəydim. Müəllimə dərsi başa saldı. Dərsdə dedi ki, bütün kişilər hormonların hesabı ilə kişi olurlar da. Mən də qalxdım dedim ki, mənim atam qaynatasının hesabına kişi olub. Oğlum sən düz demisən də buna görə sənə 5 düşür. Get otağa köynəyi dəyiş. Get. Ağası. Təxminə sən niyə ağlayırsan? Mən sizdən bir şey istəyəcəm. Maaşı artıran deyiləm. Yox, onu istəməyəcəm. Şeydir, 1 saatlıq ərvizi mənə verə bilərsiniz? Ay qız, rentakardan maşın götürürsən? Yox, pravam yoxdur, rentakardan maşın istəmirəm. Şeydir, bilirsiniz nətərdir söhbət? Nətərdir? Siz bilirsiniz də, mən bura işləməyə gələndə ailəmin yanına qaçıb gəlmişdim. Siz bilmirsiniz də, mənim nə qədər əzazil atam var, nə qədər mənə işgəncə verirdi. Ona görə də mən gəldim, sizin yanınızda xadimə işlədim. İndi mən ona yalandan demişəm ki, mənim belə varlı ailəyə gəlin getmişəm. Biz gözəl ailəm var, varlı ailəm var. Hətta mən Photoshopla Instagramda baba evlərin səhifəsi deyə bir səhifə açmışam. Orada güya biz Vəli bəylə Photoshop eləmişəm ki, biz güya Maldivdəyik, Balidəyik. Elə düzəltmişdim ki, özdə Vəli bəyin qarnı zat yox idi. 6 dənə belə kubik şeyləri var idi. Paxlavaları var idi. Hələ sən Novruzda görəsən, o yerləşir, buraya yeyirəm. Atamla anam gəlib məni görsə, mən burada qulluqçu işləyirəm. Məni təzən özlərlə o daxmaya aparacaqlar. Nə olar kömək olun. Ay qız, sən nə danışırsan? Mən ərimi çöldən tapmamışam. Ülker xanım, 2 ay pulsuz işləyəcəm. Qoydum çölə. Çıx götür. Həyatımda olar, mənə işmə vermək istəmirəm. Şeydir. Vəli bəy, sizdən bir şey istəyə bilərəm. 1 saatlıq kişi ola bilərsiniz. 10 dəqiqə eləyə bilərik onu. Bilmirəm də, indi o prosesə baxır. Əslində çox böyük bir şey istəmirəm. Çox sadə, çox rahat bir şey istəyirəm. Nə bilim, eləyə bilərəm. Bəlkə də məncə eləyə bilərsiniz. Sizdə alınar, bacararsınız. Yox, alınmayacaq. Alınacaq, alınmayan şey yoxdur. Alınacaq. Alınacaq. Prosto mən atamla anama demişəm ki, mənim ərim çox belə sərt kişidir. Çox belə mərd kişidir də. Hirslənəndir. Əlini belə stola vurandır hirslənəndə. Bir dənə yumruğunuzu vurun da stola. Mən tərk etmişəm elə şeylər. Ay yox da, nə tərk etmək, indi təzdən başlayır. 1 saatlıq demişəm. Yumruq. Hə, yumruğu vurun stola. O görüm, yumruq nə tər tutulur da. Deyə belə parmağınızı yumun. Bu Viktor idi, yox. Bu tapança, bu Bozqurduydu. Yox. Alnası görür, Əla, özlüyor. əla. Onun yox, əla şərəsti. Yəni bunu parmağınızı yumun. Bunu yumuram bu açıq. Yox, yumamsını. Yum da nə belə? Açıq qalır, açıq qalır. Alınacaq. Tut. Aşağı. Alındı. Təzələn, deyiləm, atılacaq indi. Vur da stola vur. Altına niyə vursunuz ki o? Mən sana vurum böğrünə. Ayda altını vurdu ya. Açıldı. Neyəm mən deyim. Vəli bəy, yaxşı da, kişi kimi stolu yumruğunuza vurun. Stolu yumruğuma nətər vurur? Başım qarışdı, mən də bilmirəm. Heyecanlıyam. Görün nə deyirəm. Belə olmaz ya, belə olmaz. Vəli bəy. Özünüzə gəlin. Özünüzə gəlin. Bir iki sual vermə. Bir iki sual verim, Bir də sizdən kim belə kişi olmağınızı istəyəcək ki, güya? Özünə gəl. Kişi ol. Düz deyirsən. Düz deyirsən, mən bu şok kampanyadan istifadə eləməliyim. Məncə də bu fürsətdən yararlan. Deməli, gəlin başdan başlayaq, mən sizə kömək eləyim kişi olmağa, yaxşı? Deməli, bir kişinin ən çox oturduğu yer haradır? Arvadımın dizinin dibi. Yox, divan deməliydiniz. Yaxşı, gəlin belə eləyək. Bir kişinin ən yaxın 3 dostu. Qaynatam, qaynanam, arvadım. Ayda, yox, nə pis yıxılmışsınız, siz nə günə qalmışsınız, anlayan lazımdır sizin. Dedim alınmayacaq da. Alınacaq, özünüzə gəlin. Səbirli olun, özünüzə gəlin. Vəli bəy, kişi olun. Mujik ol. Mütürünü açmalıyam. Sehirli mütürünü. Aç.
sonunu düşünen kahraman olamaz. Ah! Ev yok, taraf kalsın. Ayda yox Nəsə olunmayacaq elə bir sizdə. Məcbur eləməyin özünüzü, yaxşı. Bir dənə son şey qalıb. Hə. Bir dənə son şey qalıb, dayan. Dayan. Onu yoxlayacağım. Ayda. Mənim. Vəli, sən niyə bu telefon işlədirsən? Yox. Bu mənim əvvəlki telefonumdur. Dostlarımın mesajları da qalıb. Ona bax, yazıb o vaxt dənizə gedək. Mən o vaxt dənizə də getirdim. Buna bax, futbola bir nəfər çatmır. O vaxt çatışmazlıqları dolduran oğlan olmuşam mən. Qruplardan da çıxartmayıblar. Nə olsun, evləndim, qrupda qaldım. 24 diye de çeşmedim. Vəli bəy. Bir dakika. Bir dakika bunu yoxlayım. Bunu yoxlayım. Bunu çək. İndi biləcək alınır. Haberin ağı kimdədir? İçinin içi. Ha! Getdim bazara, davaya. Ayda Şeşkoşa yine elimde öldü. Neyse. Geldi. Atamla anam geldi. Ana getsən. Mənim atamla anam geldi. Nətər eləyək? Ha, işe bak. Bunun atasıyla anası qulluqçolu ola bizim evə gəlir. Mənim dədəmlə nənəmin ayağı kəsilib bu ev. Arba tərəfdə qapını rəyləyir ki, saçsınlar qonşuya getsinlər. Şeydi, ay geldiler. Ne olar, Ülker xanım, siz qulluqçu olun, siz də kişi olun, ne olar? Olar mən qulluqçu olum. Yox, ne olar? Mən qulluqçu ola bilmərəm. 3 ay işləyəcəm. Ver önlüyü. Get qapını aç. Başa düşmədim. 6 ay. Davay. Tapmısan ha bunun zəif yerini döşüysən. Var mı? Xoş gəlmisiniz, keçin. Ay salam aleyküm. Hoş geldiniz, hoş geldiniz canım anam. Salam aleyküm. Qanata, xoş gəlmisən. Kızım, ayağın kırılıp kapını açmırsan. Bu kimdir kapını açır? Yəqin baldızıdır, gəlib özünü dürtüşdürüb bura. Şeydi, hoş gelmişsiniz anacan, hoş gelmişsiniz. Gördük. Ay kızım, Atacan, hoş gördük. nətərsən o bala? Biz de deyirəm maşallah bizim kəndə oxşuyub, kənd boyda deyirəm. Qanata gəl əyləş. Gəl əyləş. Oturaz. Ülker çay gətir. Gətirmirəm. Çay gətirəs! Ay Qanata, sən hara qaçdın? Gəl bura, gəl. Narahat olma. Mən yüngül tırxıya getdim mən. Mən başa düşmədim. Qızım, sən evin gəlini ola baldızın niyə bizə çay gətirir? Şey diyeyim ama Ha. o benim baldızım değil. Ha, peki. O bu evin qulluqçusudur. Qulluqçu? Hə, qulluqçu. Qulluqçu nə iş görür ha bala? Qulluqçu nə iş görür? Qulluqçu nə iş görmüş ki day? Qulluqçu yemək bişirir, evləri yığışdırır, uşağı məktəbə aparır, məktəbdən gətirir, evdə bir çox işləri görür. Mən gərək özümə bir arvad alım. Niyə ki, anama nə olub ki? Anan qulluqçuymuş. Üzün ağ olsun da. Ha, Səhminə. Nə dil ötsən, ərin durub burada da sənin. Kəs də səs ver. Boy, bunun belə işləri də var imiş. Üzür istəyirəm həyatım, bir də olmaz. Həyatım nədə az? Biz ər-arvad bir-birimizə həyatım deyirik. Sən arvadıma həyatım demirsən, balaca dinamit. Bir dənə üzünü çöndər gör, orada gör, həyat görürsən. Orada həyat hissi yok, tutarım. Sayız, qaynata. Bundan hürkürəm. Amma sizlə danışacağım. Ha, bu nə çaydı gətirmirsən? Qaynata, gəl otur burada. Bu nə çaydı? Hə? Doğrudan bu nə çaydı? Elə bil bina evində at saxlayırsınız.
Oh, sen bizden neye göre pul alırsan ha? Bu ne çaydı az getirirsen. Demin sen elimin tersiyle koyaram yapışarsan divara. Oynamağına yaxşı oynayırsan ama... Ha, 20 dəqiqə qalıb oyunda qutarmağına. Hakim də əlavə vaxt verməyəcək sənə. Amma xoşuma da gəlir. Canım çok sert oldusa bağışla. Nə? Sən qulluqçuya canım dedin? Hanım canım nedir hanım? Biz hürmet, izzet bizde. Kainat da. Balata dinamit. Oğul, Deccal. oğul eşitirsən. Mən də sərt kişiydim, sənin gövənə kimi. Gövənə deyirəm. Bax, mən özüm balaca bir adamam. Balaca da bir evim var. Ev demək olmaz, belə padval kimidir, qapını yerdən açırıq, yerə giririk belə. Düşürük, girmirik. Onun səviyyəsinə düşmə, mənə qulaq as, gövənə deyirəm. Kəs səsi mən danışanda. Birinci mərtəbəni gücləri eşitişib qutaranmamışam, amma xımın qoymuşam. Yəni sözümün canı odur ki, mən tərəfə yıxılma. Mən özüm yıxılmağa yer axtaram ki. O özü bir dəfə yıxılıb durub. Səhərdən də baxıram büdrüyür. Təzdən yıxılacaq, narahat olmayın. Ha. Anaca. Evi görürsən. Bax bu evi mən öz dişimlə, dırnağımla, əməyimlə bu hala gətirmişəm. Mən sən tərəfə yıxılana oxşuyuram. Ya, dırnağım boğazımdadır bu dəqiqə. Həri! Qaynata deyə qaynata! Yerlətmədən sonra gec deyarır. Ata, bir dənə kömək eləyərsən də bu dərs eləməyə. Qonağım var bala, get maman eləsin. Mama, bir dənə kömək elə də bu dərs eləyəsin. Abala, qızım, bu sənin ərvə papa deyir, qulluqçuya da mama deyir. Bu nə məsələdir? Tüp seviyalı çəkirsiniz burada. Ha? Ay oğul, sən bu kişinin oğlusan, bala. Ata, axır ki sənə kişi deyən oldu ha. Ha, ona danışıq da, atanla danışırsan, hə sən? Ay qız! Mama, buna nə olub? Fikir vermə, ərgənlik dövründədir, fikir vermə. Gene buna ana dedi, buna da ata dedi. Az bu nə məsələdir? Bir aydınlıq gətir görüm. Bu Ben cevap verdim amana. Ay mama şeydi də. Nə? Kişidir də indi bir səhv eləyib də, neyniyək, bir qələt də eləyib. Düzə yəni. Səhv nə də? Kişiyəm də, indi bir... Nəfsimə yə durmamış. Bəli, nəfsindən yiyə durmayıb. Amma narahat olmayın, bu Olur, gedişlə olur. çox çəkməyəcək. Olar qaynata! Sen ne deyirsən o olsun. Onsuz da boşanacam, belə qalan deyil. Nə? Düz deyir, düz deyir. 10 dəqiqəyə boşanacaqlar. 10 dəqiqə qalıb. Boşanmaq nə az? Başı at təpib, hər evdə belə söhbət olur. Qıçavı sındır, otur evində, sakit. Az sen böyle şeyler adı bakılmışsan. Ben sen boş-boşuna salıp təpin altında dövmüşəm. Da açılmışken ben de bu sirrin üstünü açım. Da o ateistə işləyən qızılgül var. Hə. Ben onun gülünü dərmişəm. Dinamit! Dinamit! Çılgın! Necə? O vaxt gecə, evdən gizlicə. A sen deden niye Ramil Nabran olduruyorsun? Ay kişi bir imkan ver də. Ay bu qızın kişisi imkan ver, görüm o nə danışır. Nə deyirsən? Az nə deyəcəm? Deyirəm qızılgülün oğlu mənim oğlumdur. Bak! Bana de. Dinamit! Boloto dinamit! O uşaq niyə bu qıza oxşuyur? Ata heç utanırsan, bunu da eləyəcəkdin bizə. Yaxşı çırpırdın, döyürdün, söyürdün. Mənə ülkəyə qardaş lazım idi. Az buna danışıq da sərin yanında məndən danışsan. Nə, vəbşi, ərzad yoxdur. Nə? Mən sizə oyun oynamışdım. Nə oynaz? Oyun oynamışdım da. Mən sizin yanınızdan can muxtarıb gəlmişəm şəhərə ki, Ülker xanımla Vəli bəy yanında qulluqçu işləyib. İndi də siz dediniz ki, gəlirəm bura məcbur. Mən də sizə yalan danışmışdım. O gördüyünüz Maldiv Zat Baba evlərinin ailəsi hamısı Photoshop idi. Sən ərim deyil. Yox. Tuşqabağıma kəndə gedik. Yox. Gəbəri görmə. Sakkal! Ha. Vəli. Evvelice döndü oldu deli!
Sən mənim evimdə səsimi qaldırsan. Yarım tikili. Padımayak. Müvəqqəti narahatçılıq. Çirkin ördək yavrusu. Sən mənim evimdə səsimi qaldırırsan. Gəlmişsən səhərdən oturmuşsan, kişilikdən vurursan. Kişi belə, kişi elə. Qızı var, arvadına zülüm verirsən sən orada. Niyə? O qız burada pis iş görür, öz ayağı üstündə dayanır da, işləyir, halal zəhməti ilə pul qazanır. Sən niyə o qızı incidirsən? Ağsaqqal. Ağsaqqal. Üzr istə. Ölmüştüm ha. Kızım, senden üzr istəyirəm kızım. Ben yaxşı at olmamışam. Kişi, qadına arxa dayaq olan deyil, döyən deyil. Eləd. Avat səndən də üzr istəyirəm, avat. Ama evdə danışacağım. Vəbşə bilirsiniz nə var? Biabır elədin ya mən. Gəlin gedək, gedirəm sizlə. Hadi yürü endamını görelim. Gəl baba, gəl. Ne tar oynadım arba. Oscar'lık oynadım be. Geçey vurdum be. Bayaqki sərsalın daha yaxşı idi. Git çay getir ha. Özde sade çay yok ha. Böyle şakalattı, marmalattı. Oy, necə ləzzət eləyir. Davay az veliye çay. Baş üstə. Oğlum. Gel dəmin oynayaq. Vay, indi əsl kişi oldun ha. Sönü balaca dinamit. Görürüm ha. Bəli. Sizcə bu nədir? Nə geyim? Nədir bu? Təyyarəyəm mən. Təyyarəni geyinmişəm əynimə əziz dostlar. Deməli əziz dostlar, gördünüz ki, mən pilot kimi giyinmişəm. Bu səhnəciyimizdə biz çalışacağıq ki, sizə ucuz təyyarə göstərək və burada da baş verən problemlərdən danışacağıq. Amma bu təyyarədə çox vacib bir ailə problemi var. Onu da görəcəksiniz. Ümumiyyətlə, istəyirəm ki, sizinlə bir balaca bir söhbət edeyim təyyarə ilə bağlı əziz dostlar. Deməli, kim təyyarə ilə səyahət edib? Heç kim, nə varlı bir kurğumuz var. Sən təyyarə ilə uçmusan? Mən Doğulanda da binmişəm səmolyota. Bir də ki, 3-4 il bundan qabaq Naxçıvana getmişəm təyyarə. Doğulanda necə binmirsən? Doğulanda Sankt-Peterburqda doğulmuşam. Sonra doğulan kimi gəlmişəm Bakıya. Özün tək? Dünyaya gələn kimi deyiblər ki, bunu Bakıya. Bütün uşaqlar ağlayıb, bu gülüb. Bakıya. Ondan yeni əziz dostlar, alqışlarla növbəti səhnəcimizə kesit alaq əziz dostlar. Ver görüm ha. Hansıdır bizim yerimiz? Buradayı bunlar. Buradır. Vəssalam. Gözdə mən o yanda oturaram. Pəncərə tərəfdə mən oturum da birinizdə bədim. Qəşək də ha. Aydadan vay. Mama qorxub eləmirsən, ay mama. Qorxmursan? Niyə qorxuram? Heç nə də. Salam əziz sərnişinlər, necəsiniz? Nə əzirsən dağlar qoynunda hava yollarına xoş gəlmişsiniz. ATV çeklərlə bilet aldığın təyyarə bundan artıq olmayacaqdı ki. Bu nə addır? Bunun qısası yox idi. Ay qız, sənə də heç nəyə bəyəndirəməyəm mən. Niyə qısa adı var da? Gül kimi adı var, qısa adı. Qıqınıcıdı, qıqıqı. O nə deməkdir? Yəni qoca qartal nə gəzirsən dağlar qoyun. Yaxşı, başa düşdük. Heç nə də. Nə oldu bu uçuşa? Nə vaxt qalxır bu? Müdürün Bakıda hava Ladies and gentlemen, welcome to I Am a Table. What's your name? 1, 2, 3, 4.
Yes, I know. Yes. Okay. No. It is a table. İndi isə sizin başa düşəcəyiniz dillə deyirəm. Yatırın yerinizə. Davay birazdan terror qalxırıyor. Larat olmayın, hamı kəmərləri bağlasın. Heç kim də yerindən qalxıb nə deməsin. Necə istirəm elə düstürəcəm terror. Salam ya qadanızı alım. Aşıq Johnny Cage sizi salamlayır. Johnny Cakes nədir? Bu müasir zamanla uyğunlaşım deyə adımı dəyişib Johnny Cage qoymuşam da. Mahnım da var. İntə müəllim. Yaxşı baxma. Mən danışanda deyirsən ki, ana çox danışırsan. Bax, qardaşın olsaydı, biz indi VIP-də oturmuşduq. Gətirib bizi salmışsan musiqiçilərlə bir yerdə. Ay ana. Ana, sənə də heç nəyi bəyəndirmək olmur da. Heç nəyi bəyəndirəmirəm də. İndi birazdan deyəsən ki, aşk xoşuma gəlmədi. Nə bilim, bəylə gəlin bir-birindən nəsə uyğun gəlmirlər. Toyda dönsənə, samalyotdasan, sən oturduğun yerdə də. Başlasın. Titanic! Düzdür, gəl. İndi mən kino göstərirəm. Göstər. Bu məndən də səydir. Keç otur az da kino. Təhlükəsizlik başa salıram ki, təyyarə bir şey olsa, bir şey başa düşdünsə mən dediyimdən özünüzü xilas eləyərsiniz. Ay qardaş, pilot sənsən? Hə, mənəm. Əgər təyyarəni sürdə xatıya salatsan bizi. Təyyarəni xotda qoymuşam, qızsın. Ay müdür, yadınızda siz həmişə deyirdiniz mənə ki, ay Nihat, biz elə bil ki, bu işdə bir ailə kimiyik. Və elə ona görə də mən öz ailəmizlə birlikdə elə sizə də bilet aldım ki, elə bir yerdə gedə istirahətimizi eləyək. Mən fikirləşirəm ki, sənin maaşına dəymək lazımdır, götürmək lazımdır onun üstündən biraz. Niyə ki? Çünki sən nə maaş alıbsan ki, hamımıza bilet almısan? Sən yeyinti elirsən mənim şirkətimdən, %100. Pupsik, bəs biletləri sən almamışdın? Az ona maaşı mən verirəm də, avtomatik mən almış oluram. Məni loxluyub. Gün kimi maşınımızla gedirdik də, bu çuşqalarla bir yerdə gedirik indi. Əsasını çək də qızlar, nə istəsin? Sarvat deyil onu deyir. Az yerdə mən axtarır, göylə getmək yaxşıdır. Belə şey olmaz. Mən heç kimi, heç nəyi mən razılaşdıramıram. Bezdim mən. Bir dəqiq qulaq asın. Eşidirsiniz məni müdür? Ha. Mən bu qədər pul tökmüşəm, hamıya bilet almışam ki, gedək bir yerdə istirahətə. Ay, mən sizə heç nəyi bəyəndirə bilmirəm. Heç birinizə heç nə bəyəndirəmirəm. Biriniz sabalyotu bəyənmirsiniz. Birinizdən mənim maaşımı kəsmək istəyir. İndi sizə bir də hədiyyəm var. Görün bu hədiyyəni bəyənəsiniz. Nə hədiyə almışsan bizə? Bomba! Əl mən əylənmirəm, əylin. Sən öl. Bax, sizə deyirəm mən. Əsəbləşdirsəz knopkaya basıb sizi havaya uçurdacam mən. Bomba odur, bomba budur. www.bombabomba.com Bir dəqiqə sakit dur, otur yerində. Sən bura sazdan niyə gəlmişsən? Açığın nəvəm telefonu monitinə salıb. Üstümdə götürdüm ki, zəh saz gələndə bilim. Buna zəh gəldi. Alo. Hay can, hə samalyotda yox, gedirik. Yaxşı qadan alım, yaxşı. Ay Pupsik, dur arın alem, dur bir şeyle, kurban olum sana. Kıvlasız bizi kırıp batıracak. Dur qadan alem bir şeyle. Bana bir şey olur. Sən Rus dilli döldün. Nə tər qorxsa bu qayıtlı Zavatskoy formata yiyir. Ay Nihat, sənə qurban olum. Nə olar, o bomba zat nədir? Qoy onu gerək çıxaq gedək evimizə. Bax, sənə söz verirəm. Qabları da özüm yuyacam, paltarları da özüm yuyacam, özüm sərəcəm, özüm qurudacam, özüm də ütüləyəcəm. Nihat, deyirəm dərinə getsək, bəlkə uşaqları da sən doğmusan. Burada mən... Nə qışqırırsınız, nə olur? Yemək pişirirəm də orada. Yemək vaxtıdır, zalım bomba əlində bizi qaçırdı. Yemək ayındayıq biz. Xəmiri qoymuşam, şişsin. Burada xəmir-məmir söhbət eləmir. Bax, sizə deyirəm, mənim dediklərimlə getməsəz knopkanı basıram və salam şutamam. Mən sözümü dedim sizə. Nihat, ana sənə qurban olsun. Mənə bax, bundan sonra özüm sənin qulluğuna duracam. Sənə ləqəb zat deməyəcəm. Sən başı tumarlayanda əlmə əlcək geyməyəcəm. Sən hamamda, çiməndə qoxunudan qəsdən suyu açmayacam. Ana,
Bax, mən bilirdim ki, həmişə sən onu qəsdən edirdin. Mən də oradan suyu atırsam, burada su soğuyur. İndi gör sənin bu fərsiz oğlun nə eləyəcək? Bir dənə knopkanın üstündə dərkək. Bir knopka və salam. Popsik, ağrı qalem dur. Qurban olum dur. Kişi döysən mi papağın mıxtada qalsın. Dur bir şeylə partladıb batıracaq bizi buralar, nə olur? Bu boyda cəmdəyin var, pəzəvək boydasan. Dur baxarsan bir şeylə. Lupa ilə baxırsan mənə. Bir 59 ami bu qədər pəzəvək harda var? Bilmirəm, qorxuram bir şeylə. 3-dən 5-dən bas çifinə. Azma qalım. Ay Nihat, qadan alım. Eşdirəm, tez Sən deyil. hörmətini eləyəcəm, dəymə bizə qadan alım. Müdür, sən də hər şeyi elə pulla ölçürsən. Bax, mən sənə deyirəm. Beynim söndü, qapaq atdısa knopkanı basıram və salam. Məndən inciməyin. Mən dedim sizə sözümü. Ay Nihat, eləmə bala, başıma Sən dönərəm. mənə söz verə bilərsən. Ay Nihat, qurban olum. Qadan alım, mən sana çox səhv eləmişəm Nihat. Söz verirəm, bundan sonra sənin işte otağına qaz buraxıb səni yatızdırmayacam. Sonra gəlib yatdığın yerdə tutmayacam. Sən Nihat, işdəki saatı qabağa çəkib səni gecikmirsən deyə töhmət verməyəcəm. Maaşını da kişi də öyle alan deyə saxta pulla verməyəcəm ta. Ay oğlan, oğlanlıq abidəsi. Ay oğlan, oğlanlıq abidəsi. Nə oğlanlıq ha? Nə oğlanlıqdan danışırsan ha? Aşıq, heç zaman otur yerində. Onsuz da mənim başım gedib, bunun da bu bombanın da saniyələri getdikcə artır. Ay kül sənin başıva, onu da düz qoşmamısan. Saniyələr azalmalıdır. Otur oturma. Oy, bu test tutmuşam, hemen gözlə, düz deyirsən, test tutmuşam. Və salam, məndən inciməyin, knopkanı basıram. Çünki heç biriniz bu vaxta qədər mən deyən heç nə eləmirsiniz, məndən inciməyin. Ay oğul, sən bizdən nə istəyirsən axı? Mənim sizdən istəyim bir dənədir. Bu vaxta qədər mən sizi eşitmişəm. Və salam üstəməm. Bundan sonra siz mənə eşitəsiniz, mənim öz şəxsi tələblərim var. Tələblərimi yerinə yetirəsiniz, və salam üstəməm. Sən ömür boyu ana, qardaşımı həmişə məndən üstün tutmusan. Həmişə! Həmişə məni qardaşımdan üz-göz eləmsən. O nə eləyir, həmişə onu alqışlamısan. Amma mən nə eləyirəm, heç vaxt mənə bərəkallah ay oğul deməmsən. Bu vaxta qədər sən mənə deməmsən ki, ay oğlum, nə yaxşı ki varsan. Bu söhbəti biz dədənlə ikimizin arasında eləmişik, sən nə bilirsən? Doğrudan deyirsən, nətər eləmişsiniz ki? Heç nə da, sən dünyaya gələndə söyünmüşdük. Sonra biraz vaxt keçəndən sonra baxdıq ki, sən o döysən. Ondan sonra qardaşın dünyaya gəldi. Deməli ana, bax görürsən ana, sən yenə də başlayırsan. Yenə də bax qardaşımla məni müqayisə edirsən. Heç xeyri yox deyə. Bu dəqiqə atama zəng elə, mən atamla danışmaq istəyirəm, tez ol. Tamam, sən özün danış da. Samalyotda telefon tutup, səydi bu. Məndə antenası uzundur, məndə tutur. Nətər tutur, o knopkasız adı var, nəylə yığassan nömrəni? Sənin nəyinə lazımdır, sən denə mən nömrəni yığacam. Yığ, 304 0334. Yavaş de. 3 0 4 0 3 3 4. Əlim dəydi, görüntülü getdi, danış. Görüntülü? Hardan baxım indi atama? Oradan bax. Alo, kimdir? Ata! Mənəm Nihat'dır. Bu nömrəyə zəng çatmır. Telefon ya söndü. Ata, bir də qulaq as, deşikdən görürəm sən, variant eləmə. Həmçəki variantı verirsən ha. Bax, xeyri yoxdur ata. Bax, mən sənə deyirəm, təyyarəni tutmuşam, vəssalam, şüt tamam. Əgər mən deyəni eləməsən, knopkaya basıram, bunları uçurduram. Can oğlum, can. Can ata. Sən başıma dönərəm ata. Bəs mən ömür boyu səndən bu sözü eşitmək istəmişəm də. Sənlə də öləm, qardaşın gəldi. Sonra danışarıq. Cahide oğlum, buna biraz doy ver də. Kontrol muhtemelen abi sazı. Bu ne? Yok, xeyri yox. Xeyri yoxdur, batıra. 1 2 Elə bax. 3'e qədər sayın. Özünüz sayın onda. 1 2 Kimi patlatmaq istəyir? Burada. Kim qurut istəyir, kim sarımsaq qatıqlı. Yox, orada dietisk nəşə yoxdur. Mən diyetadayam, xəmir yemək mənim kökəldir. Yalancı xəngəl var. Hardadır? Sən başın xarabdır. Sən pilot deyilsən ki, samolyotumu sür də. Mən
pilotam deyəndə ki, birincisi mən başlamamışdan qabaq nə demişdim? Demişdim ki, heç kim mənim işimə qarışmasın. Mən nə tər istəyirəm, elə də sürəcəm. Bu təyyarə sahibi mənəm. Məni istəndirəsiz, geyinəcəm paraşütü, tullanacam təyyarədən, özünüz gedəsiz. Hani mən paraşütüm? Ay qardaş, ay pilot qardaş, sən Allah yeritmə eləmə. Bu bombadan dəhşət də bu. Qardaş, sən də get təyyarəmi sürsən. Sən get təyyarəmi sürsən, başına dönərəm. Bu xingəlin adına baxın, bu qəşət öpüşürü bax. Sən VIP deyilsən, yenməzsən. Buyurun. Sən diyeta saxlayırsan, ha? Hələ ki, mən saxlayıram. Bir dəqiqə dayan. Onu qoyur ha, Cabra. Vəssalam, qapaq atıb. Tez ol, güllüyə zəng elə. Ay Nihat, qurban olum, sən axı bizdən nə istəyirsən? Bıraq çıxaq gedək evimizə, eşiyimizə də. Nətər nə istəyirsən? Mənim səndən istədiyim nədir ki? Bax, heç də istəmirəm səndən. Bir dənə bax, mənə deyənə ki, bax, belə deyək də, həmişə sən nəyi demirsən mənə? Nəyi demirim amma həmişə mənə? Mən nə bilim, ər-arvad arasında olan söhbət. Yaxşı, onda bir dənə mənə deyənə ki, sənə halal olsun. Deyənə. Deyənə. İstəyirsən onu deyək, yox. Denə ki, sən necə? Həmişə sözümdən çıxırsan, denə ki, bax, Nihat, sən haqlısan. Bir dənə onu denə, söhbət bağlayaq. Denə. Bir dəfə səndən o sözü eşitdim. Denə, haqlısan, denə. Haqlı. Düzəməlli dinən da, qarnı açıq batar, sözün düzünü desən. Bir də denə də, denə. Bu bomba hardan partlayır? Nə bomba partlayır? Sən deyirəm ki, denə, görüm bir dənə. Denə ki, sən haqlısan, söhbəti bağlayaq da. Haqlı. Elə söz yoxdur. Denən haqlısan. Haqlı. Bax, görürsən, bir dənə bax, mənə haqlısan sözünü deyənə qədər nə cür sifətlər alırsan, bir cüz özünə baxmısan, nə cür qalırsan sən. Nihat, mən o sözü deyə bilmirəm də, başqa söz dinən onu deyim. Yox, elə şey yoxdur. Bir də pilot hardadır? Pilot gəl görüm. Pilot gəlsin, müdür. Amma bax, qulaq az, səndən də bir dənə tələbim var, çox uzatmayacaq. Nə istəyirsən, vəzifə zad verim səhər çəmən. Vəzifə istəmirəm, mən istəyirəm ki, sən bundan sonra rüşvət almayasan, vəssalam. Bombanı partlatsan, bəlkə yaşamaq ehtimalım olar. Mən belə nətər yaşayım. Xeyri yoxdur, müdür. Bax, görürsən, sən də beləcək, pilotu çağırın gəlsin. Pilot! Bunu da. Nə olub ki? Ay, o şüşəni atmışdım, sigaret çəkirdim. İçəri qağayı girib, çıxardamıram sərdən. Köməklə onu çıxardım. Qağayı vaxtıdır. Deyirəm, güllüyə zəng elə, biraz tez o. Güllüyə zəng elə, mənim tələblərim var, tələblərimi yerinə yetirsinlər. Nə deyir? Nə, güllə? Bəli, tez ol. Yoxsa knopkanı basıram, başım gedib gedə. Güllə. Hə, eşidirəm. Yenə dönər lazımdır. Gözdə kuryer təyyarə göndərin. Nə kuryer təyyarə, nə dönər, çox da vacib bir şey deyil. Bir nəfər var, təyyarəni partladır. Ver mənə, özüm danışacağam. Sən də yeri çıxacaq o yan tərəfə. Eşidirsiniz məni? Mənim əgər tələblərimi yerinə yetirməsəz, mən təyyarəni partladıram. Vəssalam. Nədir tələbləri? Tələblərim odur ki, birinci növbədə mənə elə saçım üçün bərbər göndərin ki, bura. O bərbər öz istədiyi kimi yox, mənim istədiyim kimi mənim saçımı kəssin. Saçımı kəsəndən sonra mənə deməsin ki, qardaş, narahat olma, get evdə baş videoyandan sonra saçın düzələcək. Onu istəmirəm. İkincisi, Domino'da mənə təcili surətdə bir dənə napardik göndərin. Mənlə oynayanda, mən onun əlində qoşanı öldürəndə küsməsin, inciməsin. Orada bir-iki dənə müəyyən sözlər var, o sözləri mənə deməsin. Başa düşdünüz? Üçüncüsü də mənə bir dənə alim göndərirsiniz. Alim mənim beynimi tərtəmiz eləsin. Mənim bu qohum, əqrəbə, ailədən, qonşulardan eşitdiyim bütün şeylər hamısı beynimdən silsin. Beynim tərtəmiz olsun. Qurtlar Vadisi'nin 1-ci bölümündən 97-ci bölümünə qədər təkrar baxım. Vəssalam. Bu nə istəklərdə sənin boyu yerə soxum. Ver bura. Güllə, səs, eşidirsiniz? Bizi qaçırdan adam 3 mərtəbəli villa istəyir, 2 dolu qulluqçu ilə, bir də qaynatası üçün maşın istəyir. Mən elə ki istəməm, çabaq, ver görüm onu mənə. Bura ver. Güllə qardaş, qulaq as, sən belə elə. Bunun qardaşına 2 milyon dollar pul, sonra bir dənə yaxta, bir də bir halal südəmiş qız təşkil elə. Özünə istəmir bəs. Yox, özün hər şeyi var. Mənim nəyim var, nəyim... Siz bilərsiniz ki, nə istəyirsiniz. Güllə, eşidirsən məni? Güllə. Hə. Zəhmət olmasa oradan mənə işinin peşəkarı bir plastik cərrah zəhmət olmasa. Şo, elə bu? Hə, qalanını özüm həll eləyəcəm.
Qulləni dəyişirsən deyəsən. Siz nəsə istəyirsiniz? Bir dənə tut, mən mahnı ilə deyəcəm. İstəyirəm varlı olum, pulla dolum, cana olum. Əvəndən maşınlara mən avtoş olum, məndən olum. Sağ olun. Hə. Deyən görüm, heç normal bir şey də istəyənmirsin. Qullə, mən istəyirəm bundan sonra heç kim rüşvət almasın. Çox şükür, nə yaxşı, bir nəfər heç olmasa mən istəyən kimi adam çıxdı burada. Ancaq mən rüşvət alım. Nə daksan, sən, nə daksan? Hə. Bunu tut. Hə. Bu boyda təyyarəni qaçırtmısan, bizi avarajor eləmirsən, cici şeylər istəyirsən. Sən pulaza da ehtiyacın yoxdur, sən kreditin zadın yoxdur. Kreditim var, o qədər adama zamin durmuşam ki, indi ödəmirlər, hər ay öz cibimdən 1000 manat onların yerinə kredit ödəyirəm. Şurada pul üstə də, pul üstə. 1000 manat? 1000 manat nə puldur? Məsələn, sən təyyarəni təkəri yerə dəyər kimi qutaracaq. Aeroportda adi su 7 manatdır, bilmirsən? Doğrudan deyirsən. Belədir. Müdür, zəhmət olmasa otur. Bir dənə nömrəvi yaz da bura. Araya girirəm, Müdür, bir dənə otur. Müdür, otur. Mən bir şey başa düşdüm ki, siz hələ də başa düşməmsiniz ki, mən bu təyyarəni niyə qaçırtmışam, niyə bu təyyarəni partlatmaq istəyirəm. Niyə? Yoxsulluq təkcə pulla ölçülmür. Yoxsulluq, pulsuzluq demək deyil. Yoxsulluq bilirsiniz nədir müdür? Diqqətsizlik, qayğısızlıq, sevgisizlik. Bax, yoxsulluq budur. Başa düşürsünüz siz məni? Mən sizin hamınızı yığdım bir təyyarəyə ki, bir yerə yığdım ki, sizə mən nəysə başa salım, sizə bir dərs keçim. Çox heyf, hamısı tərsin oldu. Siz mənə dərs keçdiniz. Siz fikir verdiniz, bir dəqiqə əlimizə imkan düşən kimi necə acı göz, necə nankor insana çevrildiniz. Hə? Ona görə də belə cəmiyyətdən mənə heç nə lazım deyil. Buradakı da bomba değildi. Budilnikti. Boy. Budilnikin var bir şey niye geçirsən? Abala. İndi sən bizdən nə istəyirsən, nə demək istəyirsən? Sən başıma... Ay ana, sənə başıma dönərəm. Heç də istəmirəm də. Hər şey mənə aydın oldu. Vəssalam. Düşün, çatdıq Bakıya. Nətər Bakıya? Bakıdan qalxmışıq, biz. Konumu səhv qoymuşdum, fırranı beyni yerə gəldi. 6 saatdır fırrandan... Bu bizi başımıza oynatacaq. Durun gəlin, durun gəlin. Benzin qutar deyə qutarmasaydı hələ fırrardıq. Dostlar gəlin, əziz dostlar, alqışlarla. Gəlin, bütün heyəti dəvət edirik. Bugünkü konsertimiz belə ilə sona çatır, əziz dostlar. Sən də gəl mənə nəsə. Alqışlayaq, alqışlayaq, əziz dostlar. Deməli, əziz dostlar, təşəkkür ediriksə, gəlin bir siz özümüzü bir alqışlayaq. Sonda təşəkkürlərimi bildirmək istəyirəm. Elor Çılçıraq mağazasına təşəkkürümü bildirirəm. Eyni zamanda da Mezura kişi geyim mağazasına təşəkkürümüzü bildiririk. Sən Zarafat elə verilişinin növbəti buraxılışı sona çatdı. Necə idi dostlar? Əziz dostlar, təşəkkür edirik. Gecəniz xeyrə qalsın. Çox sağ olun gəldiyiniz üçün. Sən zarafat elə, illər ötsə də yaşlansan da, çalış ruhun cavan olsun. Həyata sıfırdan başlasan da, qoyma keyfin yaman olsun. Dərdi qəmi at elə, arada zarafat elə, kədərini mat elə. Sən zarafat elə, hər adamın yaşına görə. Sən zarafat elə, hər yerdə başına görə. Sən zarafat elə, hər adamın yaşına görə.